Dostlar, hər kəsə salam olsun. Bugün sizlərlə elektron imza və sənəd haqqında qanundan artıq 5-ci fəslə baxacağıq və bizim belə deyim, digər fəsillərdə olan videolarımıza da ətraflı şəkildə playlistə daxil olaraq baxa bilərsiniz. Linki aşağı hissəyə yerləşdirəcəm. Yəni baxaq, elektron sənəd dövriyyəsi təşkilinin əsasları nədir? Burada qeyd olunur ki, elektron sənədin istifadəsi və dövriyyəsi iki yolla tənzimlənəcək. Bunun biri Azərbaycan Respublikasının qanunvericiliyi iləndir. Digəri isə elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. Yəni siz buna xüsusi müqavilə də deyə biləcəksiniz. 26.2-də isə qeyd olunur texniki və təşkilati tələblərdən söhbət gedir ki, həmin bu qanunvericilikdə və müqavilələrdə nələr yazılmalıdır? Baxın, sənədlər hansı formatda olacaq? Yoxlanılma proseduru necədir? Sənədin alınması, təsdiqlənməsi üçün məqbul hesab edilən müddət, forma və s. Yəni bunların hər biri bax 26.2-də həll olur. 26.3-də isə qeyd olunur ki, elektron sənəd dövriyyəsinin sənədləşdirilməsi kargüzarlıq standartları və qaydaları əsasında həyata keçirilir. Baxın, bu hissədə önəmli məsələlərdən biri də budur ki, bu hissəni qəbulda dəyişdirirlər, müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qayda ilə və s. verirlər. Siz isə yadınızda saxlayırsınız ki, kargüzarlıq standartları və qaydaları əsasında həyata keçirilir. Amma korporativ informasiya sistemlərində isə həmin bu elektron sənədin istifadəsi və dövriyyəsi isə sistemin daxili normativ sənədləri ilə tənzimlənəcək. Yəni belə deyək, daxili qaydaları ilə həmin o korporativ şirkətin. Buradan da bunu işarələdim. Bu hissə bizə aydın oldusa, keçirik biz 27-ciyə elektron sənədin göndərilməsi və alınmasına. Baxın, 27-ci nöqtə 1-də söhbət hansı hallarda göndərən tərəfindən elektron sənədin göndərilmiş hesab edilməyi ilə bağlıdır. Burada qeyd olunur ki, şəxsən, ha belə deyək, şəxsin adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən, bir də əgər sənəd şəxsin əvvəldən qurduğu avtomatik qaydada belə deyək, avtomatik ötürülürsə, bu zaman göndərilmiş hesab verilir. Yəni 3 haldadır. 27.2-də isə alınmanın təsdiqlənməsindən söhbət gedir və burada qeyd olunur ki, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməyibsə, o zaman sənədi alan tərəf bu elektron sənədin həqiqiliyini yoxlamalıdır və daha sonra əmin olandan sonra bunu göndərib, o zaman bunu avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada məlumatlandırmalıdır göndərəni. Yəni bu avtomatik vasitələrlə alınmanı təsdiqləmə, məsələn, oxundu bildirişi və s. Yəni bu kimi hallar var. Yəni adicə WhatsApp-da necə olur? 2 dənə xətt gedir biz oxunanda. İndi elə bir proqramlar var ki, burada da siz həmin o sənəd alanda bu şəkildə oxundu bildirisini görə bilərsiniz. 27.3-də isə burada qeyd olunur ki, elektron sənəd hansı halda göndərilməmiş hesab olunacaq. Gəlin baxaq biz bunlara. Elektron sənədin göndərilməməsi barədə alan bildiriş almışdırsa, elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə və elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində alana bəlli olub ki, elektron sənəd başqa sənədin avtomatik nəyə deyir? Təkrarıdır. Yəni bu hallarda artıq sənəd göndərilməmiş hesab olunacaq. 27 nöqtə artıq 4-ə baxırıq. Burada isə sənəd nə vaxt alınmış sayılır. Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməyibsə, alandan göndərənə təsdiq bildirişi gələnə qədər sənəd alınmamış hesab olunur və təsdiqlənmədə elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki tələblərə uyğun olması qeyd edilməlidir. Yəni ki, məsəl üçün bunun formatı necə idi, ölçüsü necə idi və s. 27.5-də isə təsdiqləmə gələndə nə etməli olduğumuzu deyir və burada qeyd olunur ki, əgər belə deyək, müəyyən olunmuş vaxt ərzində sənədin çatması barədə bildiriş yoxdursa, o zaman göndərən alanı məlumatlandırır və təsdiq üçün əlavə vaxt təyin etməlidir. Baxın, təsdiqlənmənin göndərilməsi müddətini təyin etməlidir. Niyə bunu eləyirlər? Texniki xəta və yaxud unudulma hallarını sığortalamaq üçündür. Növbəti 27.6-ya baxırıq. Burada qeyd olunan məsələ budur ki, qanunun tətbiq dairəsidir və deyir ki, bu maddə 27-ci maddə yalnız sənədin göndərilməsi və alınması prosesini tənzimləyir. Yəni elektron sənədin məzmununun içində nə yazılıb, həmin sənəddən irəli gələn öhdəliklər nədir? Bu maddənin mövzusu deyil. Onlar digər qanunvericiliklə tənzimlənəcək. Yəni bu maddənin məqsədi nədir? Elektron sənəd necə göndərilir, necə alınır və hansı hallarda göndərilməmiş hesab olunur və s. Vaxt göstəriciləri məsələsi idi, belə. İndi biz keçirik digərlərinə. 28-ci maddəmizə keçirik. Elektron sənədin göndərilmə və
alınma vaxtlarına baxırıq. 28.1-də bizdə göndərilmə vaxtından danışacağıq. Qeyd olunur ki, göndərilmə vaxtı nədir? Qısa şəkildə deyək ki, sənəd nə vaxt göndərənin şəxsi nəzarətindən çıxıb kənar bir sistemə daxil olursa, o göndərilmə vaxtı sayılır. Yəni məsəl üçün siz məktubu göndərdiniz, bu getdi poçt serverinə və s. Bu oldu göndərilmə vaxtı. Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməyibsə, alanın göstərdiyi informasiya sisteminə əgər bu daxil olubsa elektron sənəd, bu da olur alınma vaxtı daxil olur. Baxın, yenə də deyirik, tərəflər arasında müqavilədə başqa hal müəyyən edilməmişsə. Əgər hər hansısa bir problem olarsa, o zaman vaxt göstəriciləri, qeydiyyat xidmətlərindən istifadə oluna bilər. Məsələn, mən deyirəm ki, sənədi filan vaxtda göndərmişəm, tutalım da, olsun 9 aprel 2026-cı il. Amma digər tərəf deyir ki, yox, göndərilməyib. O zaman həmin bu vaxt göstəriciləri qeydiyyat sisteminə baxırıq. Bu da belə. 29-cu maddəyə baxaq, elektron sənədin saxlanmasından danışacağıq. Belə deyək, burada müəyyən şərtlər var. Bu 5 dənə şərtimiz var, onlara baxmalıyıq. Bu, ümumiyyətlə, elektron sənədin saxlanma qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Yenə deyirəm, diqqətli olun, yəni burada hansısa müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada yox, məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Yəni, baxaq, hansı şərtlərimiz var, elektron sənəd yaradıldığı, ötürüldüyü və ya qəbul edildiyi quruluşu saxlasın. Yəni, ilkin texniki formatı illər keçsə də dəyişilməz qalmalıdır. Elektron sənəd onu göndərəni, alanı, göndərilmə və alınma vaxtını müəyyən etməyə imkan versin. Yəni sənəd kimdən gəlib, kimə çatacaq və s. söhbət bundan gedir. Elektron sənəddə olan informasiya növbəti istinad üçün istifadə edilə bilsin. Məsələn, Nazirlər Kabinetinin filan qərarına əsasən deyirsə elektron sənəddə, mən həmin o Nazirlər Kabinetinin o qərarına baxa bilim də, istinad eləyə bilim. Elektron sənədin saxlanılma müddəti kağız sənəd üçün nəzərdə tutulmuş müddətdən az olmasın. Yəni burada deyir ki, kağız sənəddə qanunla nəzərdə tutulmuş müddət nədirsə, bu ondan az olmamalıdır. Yəni söhbət burada bundan gedir. Eynidir demək olar ki, yəni belə. 29.1.5-ə baxaq. Eyni deyəndə ki, yəni onu demək istəyirəm ki, az olmasın, lap dəqiq deyilən gedirsə. Məsələn, kağız müddət üçün əgər bu 30 gündürsə, elektronda bundan az ola bilməz. 29.1.5-də isə deyir ki, qanunvericiliklə və tərəflərin razılığı ilə müəyyən edilən digər şərtlərə uyğun gəlsin. Bax, bu 5 şərtimizi yadımızda saxlayırıq, imtahanda düşə bilər. Amma bir məsələ var ki, həmin bu maddə, baxın, burada da qeyd olunur ki, 29.1-ci maddə. Zəruri olmayan elektron sənədlərə nə olur? Şamil edilmir. Yəni, bütün sənədlərə şamil olunmur, abi. Zəruri olanlara şamil olunur. Elektron sənədlərin saxlanılması üçün digər hüquqi və fiziki şəxslərin xidmətlərindən də istifadə edilə bilər. Belə bir şirkətlər də var. Yəni, bu elektron sənədin saxlanılması ilə bağlı belə iş görən şirkətlər. Biz keçirik artıq 30-cu maddəmizə. 30-cu maddəmiz isə elektron sənədin mühafizəsidir. Burada qeyd olunur ki, elektron sənədlər qorunarkən istifadə olunan proqramlar məhz Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olmalıdır. Belə deyək də, sertifikatlaşdırılmalıdır və s. Yəni, qeyri-qanuni vasitələrlə mühafizə bura aid deyil. Yəni, siz bu sənədi qoruyarkən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olmalıdır bu. Yəni, müvafiq olmalıdır. Hər proqramdan istifadəyə icazə verilmir. Daha sonra 30.2-yə baxırıq. Burada qeyd olunan məsələ budur ki, yəni hansı ki o sənədlər gəzir sistemlərdə, məsələn, elektron sənəd dövriyyə sistemidir. Sənədlərimiz gedir bir tərəfdən bir tərəfə də, göndərəndən alana gedir. Yəni bu deyir ki, həmin o sənədlərin gəzdiyi sistemin təhlükəsizliyinə kim nəzarət edəcək? Birbaşa həmin o sistemin və şəbəkələrin mülkiyyətçisi tərəfindən belə deyək, bu mühafizənin tədbirlərin lazımi səviyyəsi qorunur. Yəni, belə də təmin edilir və yaxud da cavabdehdir və s. Söhbət bundan gedir. Amma korporativ informasiya sistemlərində isə bu mühafizə tədbirləri kim tərəfindən belə deyək, təmin olunacaq? Sistemin mülkiyyətçisi tərəfindən və yaxud iştirakçıların razılaşmasına uyğun olaraq təmin edilir. İndi keçək biz maddə 31-ə. Maddə 31 isə vasitəçilərin hüquqları, vəzifələri və məsuliyyətindən danışacağıq. Ümumiyyətlə, vasitəçi nə idi? Bir tərəfdə göndərən vardı, bir tərəfdə də alan vardı. Vasitəçi, bax, bunlar arasında xidmət göstərən şəxs idi. İndi burada da qeyd olunur ki, elektron sənədin saxlanılması, ötürülməsi və qəbulu zamanı vasitəçi xidmətlərindən istifadə oluna bilər. Amma vasitəçinin fəaliyyətini təmin etmək üçün aşağıdakılar olmalıdır. Yəni, hansılar olmalıdır? Gəlin ona baxaq. Sistemdən etibarlı istifadəni təmin edən texnika və texnologiyalara, peşəkar heyətə, burada da mən qısa şəkildə deyirəm, və yaxud izləmə qabiliyyəti, xidmətin göstərdiyi hər bir sənədin nə vaxt ötürüldüyü və yaxud hansı mənbədən
dəqiq bəli, gəldiyini dəqiq təyin edə bilən texniki mühit olmalıdır və s. Bir də burada qeyd olunur ki, informasiyanın saxlanılması üçün etibarlı sistemə, yəni belə də etibarlı arxivə malik olmalıdır. İndi keçirik digər maddəyə. Burada qeyd olunur ki, yəni bu informasiyanın saxlanılması üçün informasiya 6 ay müddətində minimum saxlanılmalıdır. Yəni orada biz dedik informasiyanı saxlayır bu vasitəçi. Amma bunun üçün bunun elə bir belə deyim datası olmalıdır ki, serveri bu burada 6 ay qalsın ən azından. Baxın burada da qeyd olunub 6 ay. Bunu yadınızda saxlayırsınız. Və vasitəçi fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanda qeydiyyatdan keçməlidir. Bunu dəqiq bilmirəm. Prezidentin fərmanı ilə belə deyək, prezidentin normativ hüquq aktı ilə yaradılmışdır. Prezidentin yanında xüsusi mühafizə rabitə xidməti. Səhv eləmirəmsə o olmalıdır, dəqiq bilmirəm. Vasitəsi istifadəçilərə müqavilə əsasında xidmət göstərir. Baxın, bunu dəyişib qanun deyə bilərlər, amma siz yadınızda saxlayırsınız ki, müqavilə əsasında xidmət göstərir. Əgər deyir ki, 31.2-də, yəni bayaq sadaladığımız bu məsələlərdə tələbləri pozan vasitəçi Azərbaycan qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və sonuncu 31.7-də baxırıq ki, vasitəçi sistemin təhlükəsizliyinə cavabdehdir. Məsələn, sistem sındırılmasın, işlək olsun sistem və s. Amma sənədlərin içində nə yazılıb, yəni sənədlərin məzmunu nədir, ona cavabdeh deyil. Yəni əgər kimsə qeyri-qanuni bir sənəd göndərsə, bunu vasitəçi yox, göndərən özü cavabdehdir. Bax, 31.7 də bundan danışır. Növbədə bizim sonuncu, bu fəslin sonuncu maddəsidir, 32-ci maddədir. Burada qeyd olunur ki, bizdə məzmunu konfidensial, yəni gizli informasiya təşkil edən elektron sənədlərdir. Bax, bu tərkibində dövlət, kommersiya, bank sirləri təşkil edən məlumatlar və digər gizli informasiyalar olan elektron sənədin istifadə qaydası və mühafizə tədbirləri isə Azərbaycan qanunvericiliyi ilə müəyyən edilir. Məsələn, bu qanundan yox. Və daha sonra qeyd olunur ki, siz əgər tərkibində konfidensial informasiya olan məlumatları mübadiləsi üçün yalnız sertifikatlaşdırılmış elektron imzadan və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə etməlisiniz. Tərkibində belə deyək, dövlət sirri təşkil edən məlumatlar üçün isə elektron sənədin tərtibi, emalı və mübadiləsi üçün isə informasiya sistemlərinin ekspertizası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Və daha sonra burada 32.4-ə baxırıq. 32. qeyd olunur ki, yəni bu elektron sənədlərlə işləməyə buraxılan şəxslər, hansı ki bu məzmunu konfidensialdır, bunlar Azərbaycan qanunvericiliyinə müvafiq olaraq bu sənədlərin mühafizəsi üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir. Yəni əgər siz buraxılmısınızsa, bu sənədlərin gizliliyini belə də bu konfidensial informasiyanı işləməyə, siz də bunun gizliliyini qorumalısınız. Yəni bunun üçün mühafizəsini də təşkil etməlisiniz. Və növbəti sonuncu burada qeyd olunur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən elektron sənəd dövriyyəsini həyata keçirən subyektlər konfidensial informasiya məzmunlu elektron sənədlərə müraciət və onlara mühafizə üsullarını isə Azərbaycan qanunvericiliyinə uyğun olaraq kim müəyyən edir? Baxın, özləri müəyyən edirlər. Bu da belə uşaqlar, bizim 5-ci fəslimiz də sonlandı və son bir fəslimiz qalıb. O da çox deyil, yəni 1-2 səhifəlikdir. Onun da videosunu çəkəcəm. Ona da baxarsınız. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.